Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif Azərbaycan dili dim kitabından tapşırıqlarımıza davam edirik. Səhifə artıq 22-dəyik. Salam dostlar. Məryəm də bizimlədir. B variantına başlayırıq sualları cavablandırmağa. Bir də deyir, hansı bənddə orfoqrafik normaya uyğun olmayan söz var? Orfoqrafiya bilirik ki, nədir? Sözlərin düzgün yazılışı. Uyğun olmayan söz deyirsə, deməli, düzgün yazılmayan bir söz axtaracaq. Vərəq ağdır. Burada hər ikisi düz yazılıb. Ümumiyyətlə, oxuyaq. B-də deyir, daraq aldım. C-də deyir, oxumağı xoşumuza gəldi. D-də qonaqlar gəldilər. E-də oxumaq istəyirdim. Burada orfoqrafik normaya uyğun olmayan harada gördüyün söz, yəni səhv yazılmış söz. Hansı? Daraq aldım. Daraq aldım. Darağı necə yazılmalıdır? Q. Q ilə yazılmalıdır. Cümlənin tərkibində hansı söz çıxarılsa, onun məqsədi və sondakı durğu işarəsi dəyişilə bilər. Siz Şərqi Zəngəzura bizimlə haçan gedəcəksiniz? Bunun məqsədə görə növü nədir? Bu cümlənin. Hansı növə aiddir? Nəqli, sual, əmr, nida? Sual cümləsidir. İndi bizə deyir, məqsədi dəyişsin. Yəni, növü də deməli, dəyişməlidir. Hansı sözü dəyişsək, məqsədi dəyişər, sondakı durğu işarəsi. Ay, sağ ol. Haçanı biz buradan sual əvəzliyini çıxartsaq, bu artıq nəqli cümlə olacaq. Bu zaman olacaq, siz Şərqi Zəngəzura bizimlə gedəcəksiniz. Bu zaman sual işarəsi də olmayacaq, nöqtə olacaq. Buna görə 5-i çıxartmalıyıq, E variantı. 3-də deyir ki, tələffüz formasında da verilmiş hansı sözün yazılışı orfoqrafiya normasına uyğun deyil. Həm tələffüzlərin verib, həm yazılışların birinin yazılışı deməli səhvdir. Orfoqrafik normaya uyğun deyil. Sürtkü, ölkə, bilək, hətta armud. Bu sözlərdən bəli, sürtkü ilə yazılır. Deyilişində bəli, G olur, amma yazılışda sürtkü olur. 4-də deyir, nöqtələrin yerinə əlavə oluna bilən hansı sözün yalnız qrammatik mənası var? Yaxşı kitabları bugün oxuyun, sabah vaxtınız olmaya bilər. Yalnız qrammatik mənası olan sözlər, yəni yalnız qrammatik mənası olan deyir söz olsun. Yəni köməkçi nitq hissəsi olsun. Leksik mənası olmayan. Bu da hansı variantda bir dənə köməkçi nitq? Çünki sabah vaxtınız olmaya bilər. 5-də deyir, hansı sözlərdə yanaşı işlənmiş kar qarşılığı olmayan səslər var? Kar qarşılığı olmayan səslər hansılar idi? L, L, M, N, Ş, Ş. Deməli, bizə elə söz lazımdır ki, bu iki samiti birlikdə işlənsin, yanaşı işlənsin. Bax, gör hansı variantda bunlar yanaşı işləniblər. Qələmlər, Səlminaz, Tənha, Səhra, Mühəndis, Məlhəm, Töhfə, Tənha, Səhnəm, Bəhrəm. A-da. Deməli, M-lə el var burada. Burada da el-lə M var. N-də var da. Yanaşı bizə lazımdır. Ona görə A-nı seçirik. 6-da deyir, opera sözünün 1-ci, 3-cü saitləri əsasında Eyler, Venn diaqramda doğru fikirlər müəyyən edin. Əvvəlcə 1-ci, 3-cü saitləri tapaq. 1-ci sait nədir? Ümumiyyətlə, hansı saitdir? Hərif olaraq hansı hərif? 1-ci? O. 3-cü bəs? Opera sözündə 3-cü sait. E. O 3-cü deyil. 3-cü A. 3-cü sait A-dır. Saitlərə baxırıq ancaq. Deməli, bunlara aid doğru fikirləri müəyyən etməliyik. O-ya yazıb dodaqlanandır. Düzdür? Düzdür. A dodaqlanan deyil ki, düzdürmü? Ona görə ancaq elə burada yazılmalıydı. A açıq deyil. İndi baxacaq ona, hələ tələsmə. Yazıb o qalındır. Düzdür? Deyil. Bəs nədir? Qalındır. Amma A necədir? A da qalın. A da qalındır. Qalın burada olmalıydı. Bəli. Deməli, bunu doğru deyil. Bunu götürmürük. 3-də deyir, qapalı deyil. Qapalılar bilirik ki, I, U, Ü'dür. Bunlar yəni qapalı deyil. Deməli, bu düzdür. İkisinə də aiddir. Açıqdır. Yəni, qapalı deyilsə açıqdır onsuz da. İkisi də həm də açıqdır. İkisinə də aiddirsə, o harada olmalıydı? Orta hissədə olmalıydı. Ona görə bunu da götürmürük. 1 ilə 3-ü götürürük. D variantı. Keçdik səhifə 23-ə. Amonim sözləri müəyyən edin. Ləçək, sarı, tütək, bərk. Sarı. Sarı çox mənalıdır. Çox mənalı yox, amonim deyirlər ona.
Məcazi mənası olan sözə çox mənalı deyirlər. Sarı amonimdir. Bəli, hansı mənaları var? Məsələn, ona sarı getmək yox. Aha, qoşma olur. Sonra Sarı rəng. bəli, sifət olur. Həkim qol sarıdır. Feil olur. Bəli, 3 mənası var. Sarı amonimdir. Bu sözlərdən digər sözlərdən səncə hansı amonimdir? Tütək. Yox, tütək ancaq musiqi alətidir. Bəlkində başqa mənası yoxdur, sərf Ləçək. mənasındadır. Ləçək nədir? Ləçək, gül ləçək. Gülün ləçək. Bir də var, başa taxılır. Üçbucaq formasında, yaylığa ləçək deyirlər. Hə, bildim. 1-dən 2-ni deməli seçirik, amonimdilər. 8-ə deyir ki, altına xətt çəkilmiş sözlər əsasında cədvəldə doğru bəndləri müəyyən edin. Məcazi mənadadır. Burada məcaziləri seçməliyik. Qızıl payız gəldi. Məcazi. Bəli, qızıl burada məcazi mənadadır. Seçirik. Qızıl saat babamdan yadigardır. Deyil. Qızıl saat ola bilər. Həqiqi mənadadır. Soyuq münasibət hiss etdik. Bir də məcazi. Məcazidir. Amma hansı söz məcazidir? Münasibət deyil, soyuq. Soyuq sözü məcazidədir. Ona görə burada diqqət etmək lazımdır. 3-ü götürmürük. Həqiqi mənadadır. Dəyirman kəndin ayağındadır. Həqiqidir, məcazidir. Məcazi. Məcazi. Kəndin ayağı olmur. Deməli, bunu götürmürük. Çay bir neçə qola ayrılmışdı. Məcazidir. Çay özü, çay sözü həqiqi mənadadır. Hə, özü. Bəli, çay sözünə baxırıq. Deməli, Məcazi. darağın dişləri təmiz idi. Daraq sözü burada Məcazi. darağın özü, daraq sözünün özü niyə məcazidir? Hə, Həqiqidir. Amma dişlərini desəydi, darağın dişi olmur. Deyərdik məcazi. Deməli, bu həqiqidir. 1-lə, 5-lə 6-ını seçirik. C variantı. 9-da deyir, hansı sözlərin tərkibində samitlərin hər iki növünə aid nümunə var. Yəni, samitlərin növləri hansı idi? 2 növü var. Kar, Kar və cingiltili. deməli, sözdə həm kar olmalıdır, həm cingiltili olmalıdır. Bala sözündə b ilə l ikisi də bilirik ki, nədir? Kar cingiltilidir. Cingiltilidir, bunu götürmürük. Kitab sözündə burada nəyə diqqət eləmək lazımdır? Sözün tələffüzünə baxmaq lazımdır. Yazılışına baxsaz, ümumiyyətlə görəcəksiniz ki, bu 4 sözün 4-ünü də götürmək olur. P var. Bəli. Amma belə suallarda sözlərin tərkibi deyəndə biz onun tələffüzünə baxırıq. Kitab sözün p ilə tələffüz edirik və k da, t da, p da, üçü də kardır. Ona görə bunu götürmürük. Fərd sözündə f kardır, r cingiltilidir. Götürürük. Yağış sözündə y, ğ cingiltili, ş isə kardır. Bunu da götürürük. Cəhət sözündə c cingiltili, h kardır. Yəni cingiltili də var, kar da var. Ona görə bunu da götürürük. 3, 4, 5 C variantı. Ona baxırıq. Uyğunluğu müəyyən edin. Sonundakı durğu işarəsi cümlənin məqsəd və intonasiyasına uyğun deyil. İlk sözün cümlənin sonundakı durğu işarəsindən istifadə edilməsinə təsiri var. İndi cümlələri oxuyuruq. Afərin. İdmançılarımız yenə qalib gəldilər. Burada nəyə görə nida işarəsi qoyulub səncə? Bir sevinci bildirir. O hansı sözdən bildin sevinci? Afərin. Afərin sözündən. Yəni ilk söz cümlənin sonundakı durğu işarəsindən istifadə edilməsinə təsiri varsa, deməli 2-yə uyğundur. A. Biz haçan tədbirə getməliyik? Sual işarəsi. Sual işarəsi olmalı idi. Bir haçan sözü var. Bəli, deməli durğu işarəsi cümlənin məqsəd və intonasiyasına uyğun deyil. 1-ə uyğundur B. Oxuduğumuz kitab başımıza vurulan bir zərbə kimi bizi sarsıtmırsa, niyə oxumağa zəhmət çəkək ki? Cümlə düzgündür. Sual verir və sual əvəzliyi var və sual işarəsi qoyulub. D-də deyir ki, ona görə bunu heç birinə aid etmirik C-ni. D-də deyir, düşdü bütün qəzetlər qiymətdən. Aycan, aycan. Burada aycan sözündən başa düşürük ki, bu necə cümlədir? Hansı işarə olmalıdır? Aycan, nida. Nida cümləsidir. Ona görə deməli burada uyğun deyil durğu işarəsi. D-yə yazırıq. 1-ə yazırıq D-ni. Və E-də deyir, məgər Laçında da təyyarə ilə getmək mümkün olacaq? Sual verir. Hansı sözdən bildik sual verdiyini? Məgər. Deməli, ilk söz cümlənin sonundakı işarəyə təsir elədi. 2-yə uyğundur E. B, D, A, E. E variantı. Keçdik növbəti səhifəyə. Mətnimiz var. Cavanşir mətni. Oxuyaq.
İlin bahar çağı idi. Günəş öz tellərini Albaniya torpaqlarına səpələmişdi. Qışın qarını, buzunu əridib palçığa, selə suya döndərmişdi. Cavanşir hökmdarlıq tacını qoyandan sonra Odlar yurdunu gəzməyə çıxmışdı. Bərdə ətraflarını, Şəmkir torpaqlarını, Utilər vilayətini, Şəkini gəzdikcə hər yerdə palçıqlı yollar, körpüsüz çaylar, yarımqaranlıq mağaralar və uçuq damlar görürdü. Baharın ilıq nəfəsi insana həyat eşqi və inam bəxş etsə də, xalqın məhrumiyyət içindəki yaşayışı Cavanşirin qanını qaraldırdı. Ölkəni düşməndən qorumaq üçün qalalar tikilməli idi. İbadət yerləri, məktəblər azlıq edirdi. Cavanşir keçdiyi yerlərdə əməkçi insanlar, sıx meşələr, növbənöv bitkilər, təbiətə gözəllik verən, heyran edici qranit daşlar, saf sular görür və buna görə sevinirdi. O yaxşı başa düşürdü ki, vətənin sərvəti bol, adamları çalışqandır. Gənc hökmdar həm ölkəni qorumaq, həm də bu yerləri abad etmək istəyirdi. Günlər keçdi, Cavanşir Albaniyanın hər yerini gəzib, paytaxta qayıtmaq üçün yola çıxdı. Hökmdar Bərdəyə çatan kimi ölkənin hər yerinə fərmanlar göndərdi. Tezliklə yollar salınmağa və körpülər tikilməyə başlandı. Bərdəyə memarlar toplandı, təzə saray və qala tikilməyə başlandı. Şəhər getdikcə gözəlləşir, insanlara zövq verir, onlarda fərəh yaradırdı. Dövlətin varlanması yadelli işğalçıları şirinlikləndirir, təhlükəni qaçılmaz edirdi. Buna görə də ölkənin hər yerində qoşun hissələri təşkil edildi. Cavanşirin gördüyü tədbirlərdən ruhlanan insanlar gecə-gündüz çalışır və vətənin gələcəyinə ümid bəsləyirdilər. Ölkənin paytaxtı Bərdənin küçələrindən, məhəllələrindən, çəkiçlərin və dəzgahların səsi kəsilmirdi. Cavanşir öz yurdunun gələcəyinə inamla baxır, savad, elm və sənət öyrətmək üçün məktəblər açırdı. İndi isə sualları cavablandıraq. Deyir, birinci abzasda üzərində rəqəm yazılmış hansı ifadə rəmzi məna daşıyır? Baxaq görək hansı sözləri idi. Baxın. Deməli, Odlar yurdu, Bərdə, Şəmkir, Utilər vilayəti, Şəki. Səncə bunlardan hansı rəmzi məna daşıyır? Nəyinsə mənasıdır. Burada Bərdənin adıdır, şəhərin adıdır, Şəmkir də onun adıdır. Amma Odlar yurdu Azərbaycanın rəmzi mənasıdır. Ona görə elə Odlar yurdunu seçirik biri. 12-də deyir, qarşısında işarə qoyulmuş ifadələrin mənası ilə bağlı uyğunluğu müəyyən edin. İşarə qoyulmuş, deməli, hardan başlayır işarələr? Burada var hökmdar, fərmanlar. Sonra harda işarə var ki? Bunlardır deyəsən. Buna uyğun hökmdar, padşah deyə bilərik, ölkə başçısı da deyə bilərik. Hökmdarın işarəsi kvadrat idi. Deməli, kvadratın qarşısında A-nan D-ni seçəcəyik. Digər sözümüz fərmanlar idi. Romb işarəsi ilə göstərilib. Fərman yazılı əmr uyğundur. Nümayəndə məktubların mənası fərqlidir. Deməli, romba da C-ni seçəcəyik. C variantıdır. C variantındadır. Növbəti səhifəyə keçdik. 13-də deyir, mətnə əsasən klasterdə nöqtələrin yerinə uyğun olmayan ifadələrin verildiyi bəndi seçin. İnkişaf edir, abadlaşır. Birə uyğundur, Bərdə abadlaşır, yox. Ölkə abadlaşır, uyğundur. Bir dəqiqə, inkişaf edir, niyə yuxarıda yazıb? Uyğun olmayan deyirsəm, İnkişaf edən, abadlaşan burada Bərdə şəhərindən söhbət gedirdi. Deyir ki, Bərdəyə memarlar toplandı, təzə saray və qala tikilməyə başladı, şəhər gözəlləşirdi. Deməli, Bərdə uyğundur, A-nan E uyğundur. Ölkə, vətən də demək olar, çünki o həmin insanların ölkəsidir, vətənidir. B-lə C də uyğundur. Amma məktəblər haqqında heç nə yazılmamışdır. Uyğun deyil. Uyğun deyil bu. Mətnin plan bəndlərinin ardıcıllığını müəyyən edin. Ölkənin sərvəti və insanları xoşa gəlməz vəziyyət, təhsilin inkişafının qayğısına qalınması, insanların ruh yüksəkliyi. Birinci orada nə baş verir? Səncə bunlardan birinci hansıdır? Cavanşir ölkəni gəzir və xoşa gəlməz vəziyyətlə qarşılaşır. İki də onda. Sonra ölkənin sərvəti və insanlarının olduğunu görür. Yəni sərvətinin çox olduğunu. İnsanların ruh yüksəkliyi. Bu artıq məncə sondaydı. 2, 1, 4, 3. Bəli. Deməli,
Baxaq görək təhsilin inkişafı haqqında yazılır, yoxsa insanların ruh yüksəkliyi. Təhsil haqqında ən sonda yazılıb ki, elm və sənət öyrənmək üçün məktəb açılırdı. Bu ən sondadır. Ona görə əvvəlcə insanlarda ruh yüksəkliyi 4, Sonra 3 olacaq. Cavab A'dır. 15-ə baxırıq. Cavanşirin əhval-ruhiyyəsindəki dəyişiklik nə ilə əlaqədar idi? Gərgin işi ilə, təbii sərvətlərdən səmərəli istifadə edilməməsi ilə, sevindirici və qan qaraldan hallarla rastlaşması ilə, paytaxtdan uzaq düşməsi ilə, təcrübəsizliyi ilə. O, deməli, birinci qan qaraldan hadisələrlə rastlaşır. Burada danışır ki, deməli, xalqın məhrumiyyət içində yaşayışı qanını qaraldırdı. Sonra isə növbənöv bitkilər, təbiətə gözəllik verən heyran edici qranit daşlar, yəni sərvətləri gördükcə də sevinirdim. Ona görə burada seçəcəyik ki, sevindirici və qan qaraldan hallarla rastlaşması. 16-dir cədvələ əsasən mətnlə bağlı yanlış fikirləri müəyyən edin. Mövzusu yeni şeirlərin istifadəyə verilməsi idi, yoxsa Cavanşirin hökmdarlıq fəaliyyəti idi mətnin əsas mövzusu. Mətndə Cavanşirin hökmdarlıq fəaliyyətindən söhbət gedir. Mövzu budur deməli. Bizə yanlış fikir lazımdırsa, biz biri seçirik. Yeni şeirlərin istifadəyə verilməsi deyildi mövzu. İdeya nə idi? Müstəqillik dövlətin rifahını təmin edir, yoxsa güclü hökmdarı olan dövlət qüdrətli olar? Burada əsas ideya, biz onu başa düşdük ki, Cavanşir özü güclü hökmdar olduğuna görə dövlət də qüdrətli olur. Ona görə 4-cü uyğundur. Biz uyğun olmayan seçəcəyik, 3-ü seçirik. Növü də bədii idi, yoxsa informativ bədii idi. Ona görə informativi seçirik, yanlış olanı. 1, 3, 6 C variantındadır. Keçirik növbəti səhifəyə. 17-də deyir, mətndə nədən söhbət getmir? İnsanlara xas xüsusiyyətlərdən, floradan, faunadan, ərzaq qıtlığından, təbii fəlakətdən. İnsanlara xas xüsusiyyətlərdən söhbət gedirdi oranın insanları. Necə idi? Bu haqda yazılmışdı. Deyir ki, insanlar gecə-gündüz çalışır, vətənin gələcəyinə ümid bəsləyirdilər. Deməli, bu var idi. Biri seçmirik. Flora, fauna, bəs bunlar nədir? Flora bitkilər haqqında elmdir, fauna isə heyvanlar haqqındadır. Əlaqəsizdir bundan mətndə. Yox, burada bitkilərdən söhbət gedirdi. Mətndə var idi ki, deməli, bax burada növbənöv bitkilər, təbiətə gözəllik, yəni bitkilər haqqında yazılıb. Bu flora sayılır. Amma heyvanlar haqqında yox idi. O da fauna deməkdir. Onun 2 var idi, 3 yox idi. Ərzaq qıtlığından, təbii fəlakətdən bunlar haqqında yazılmamışdı. 3, 4, 5 A variantını seçirik. Əvvəlində hansı rəqəm yazılmış cümlələrdə ifadə olunan fikir ehtiyat igidin yaraşığıdır deyiminin məzmununa uyğundur. Rəqəm yazılmış cümlələrə baxaq. Deməli, ölkənin düşmənlərdən qorumaq üçün qalalar tikilməli idi. Bu uyğundur. Bəli, yəni ehtiyat edirsən, qala tikirsən qabaqcadan. 1. İbadət yerləri, məktəblər azlıq edirdi. Bu uyğundur? Deyil. 3-də deyir, o yaxşı başa düşürdü ki, vətənin sərvəti bol, adamları çalışqandır. Burada da ehtiyat aidi heç nə yoxdur. 4-də baxırıq, Bərdəyə memarlar toplandı, təzə saray və qala tikilməyə başlandı. Qala tikilirsə, artıq deməli ehtiyat edilir. Ehtiyat igidin yaraşığıdır, uyğundur buna da. 5-i də yazaq, dövlətin varlanması yad elli işğalçıları şirinlikləndirir, təhlükəni qaçılmaz edirdi. Burada yoxdur, o cümləyə uyğun deyil. 1-dən 4-ü seçəcəyik. O da heç bir variantda deyil. 1-dən 2 verilib, 1-dən 5 verilib. Yenidən baxaq 2-ci və 5-ci cümləyə. 2-ci ümumiyyətlə uyğun deyil, ibadət yerləri, məktəblər azlıq edirdi. Bunun ehtiyata heç bir aidiyyatı yoxdur. 5-də deyir, dövlətin varlanması yad elli işğalçıları şirinlikləndirir, təhlükəni qaçılmaz edirdi. Əslində bu cümləyə kimi aidiyyatı yoxdur. Bundan sonraki cümlə bəli uyğundur. Buna görə də ölkənin hər yerində qoşun hissələri təşkil edildi. Qoşun hissələri təşkil edilməsi ehtiyat edilməsinə işarədir. Bu uyğundur, amma bu 5-in qabağında deyil. 5-dən sonra bu cümlədir. Burada cümlə bitir. Yəqin ki, bu cümləyə əsasən 1-dən 5-i seçəcəyik, amma 1-dən 4 olsaydı daha məntiqli olardı. 1-dən 5 seçə bilərik. B variantı. 19-da deyir, Cavanşirin qarşılaşdığı problemləri həll etmək üçün istifadə etdiyi üsulları ümumiləşdirib yazın. Yenidən baxaq mətnə, o problemləri həll etmək üçün
nələr etdi? Deməli, onun gördüyü işlər buradan başlayır. Yaza bilərik. Yollar saldırdı, körpülər tikdirdi, təzə saray və qala tikdirdi. Sonra nə edirdi? Qoşun hissələri təşkil etdirdi. Bu qədər. Məktəblər açdırdı. Bunu da yaza bilərik. Gördüyü işlər bunlar idi. Sonra isə 20-də deyir, Bərdə Cavanşirin hökmdarlığı dövründə adlı informativ mətin yazın. Məsələn, bu cür yazmaq olar. Cavanşir Bərdədə hökmranlığa başladığı ilk vaxtlar ölkədə abadlıqdan əsər əlaməti yox idi. Yollar salınmalı, körpülər tikilməli, qalalar inşa edilməli idi. Cavanşir öz hakimiyyəti dövründə quruculuq işlərinə başladı. Xalqda həvəs, inam yarandı. Bərdə şəhərində qalalar tikildi, məktəblər açıldı, əhalinin rifahı yaxşılaşdı və s. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.